Əziz tamaşaçılarımız, ARHD.az informasiya agentliyi haqqında sizə danışmaq istəyirəm. Bu günlərdə ARHD.az informasiya agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti İsmail Zalov Türkiyədədir, qardaş Türkiyədədir. Artıq bir neçə gündür ki, Türkiyədə bizim bir Azərbaycanlı vətəndaşımızın məhkəmə işində hüquq müdafiəçisi olaraq onun yanındadılar. Elə dünən İzmir məhkəməsində İzmir hakimlərinin qərarı ilə ədalətli bir qərar alınıb və o ədalətli qərara görə bizim Azərbaycanlı vətəndaşımız İzmir məhkəməsində, belə deyim, necə deyirlər ona? Bəraət, gözəl, unutmuşdum. Bəraət qazanıb, ona bəraət verilib. Artıq bir neçə müddət idi ki, o İzmirdə idi, Türkiyədə idi və vəziyyət də çox kritik idi. Bax, bu vəziyyəti normallaşdırmaq, aradan qaldırmaq, çıxış yolu tapmaq üçün ARHD.az informasiya agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti İsmail Zalov birbaşa Türkiyəyə yollandı və dünən bizə bu xeyir xəbəri verdilər. Biz də buna görə çox sevindik, təşəkkürümü bildirirəm.